Hər vaxtınız xeyir müəllimlər. Bu video vasitəsilə summativ qiymətləndirmə haqqında məlumat verəcəm. Deməli, summativ qiymətləndirmə bildisi, məsələn, diaqnostik qiymətləndirmə bölmənin əvvəlində uşaqların ilkin biliyini və bu fənnə olan marağını ölçməkdən ötəri, yəni ilkin diaqnoz qoymaqdan ötəri keçirilən qiymətləndirmədir. Formativ qiymətləndirmə isə diaqnostik qiymətləndirmədə alınan nəticələr əsasında müəllimin işinin planlaşdırılması və bu yolda müəllimin görəcəyi işlərdir və nəticə etibarilə uşağın fəaliyyəti izlənilir, müşahidə olunur və uşağa lazımi əks əlaqə qurulur və nəticə etibarilə summativə qədər olan bütün çətinliklərin aradan qaldırılmasına zəmin yaratmış olur. Yəni formativ qiymətləndirmənin bu mənada işi çox məsuliyyətlidir. Qeyd edək ki, ən çox əsas iş deyək ki, formativ qiymətləndirmə üzərinə düşdü. Diaqnostik qiymətləndirmənin nəticələri heç bir balla, rəqəmlə qiymətləndirilmir. Belə qeyd edək ki, nəticələr də təbii ki də, yəni şagirdlərin portfoliosunda saxlanılır və dedik ki, şagirdlər üçün heç bir risk tələb etmir. Risk tələb etmək nə deməkdir? Gündəliyə yazılmaq və eyni zamanda jurnala qeyd olunmaq. Formativ qiymətləndirmə dedik ki, jurnalda qeyd olunmur, gündəlikdə yazılır. Summativ qiymətləndirmə isə həm gündəlikdə yazılır, həm də belə qeyd edək ki, jurnalda yazılır. Yəni, eyni zamanda rəsmi qiymətləndirmədir. Bilirsiniz ki, jurnal yəni məktəbdə hər sinif üçün təyin olunmuş jurnallar, bunlar dövlət sənədidir və o dövlət sənədində qeyd olunan hər bir şey də təbii ki, rəsmi xarakter daşıyır, rəsmiləşdirilmiş bir şeydir və bu baxımdan da summativ qiymətləndirmə olsun, jurnalın arxasında müəyyən yer var, qiymətləndirmə bölməsi və orada müəllimlər KSG 1 yazırlar, məsələn, sonra altından KSG-nin tarixini yazırlar, daha sonra uşaqların məsələn həm balını yazırlar, həm də o balı dəyərində olan qiyməti yazırlar. İndi müəllimlər, summativ qiymətləndirmənin məqsədi nədir? Əsasən belə qeyd edək ki, summativ qiymətləndirmənin müəllimlər əsas məqsədi ondan ibarətdir ki, bölmənin sonunda, yəni bir yarım ilin sonunda şagird ya bölmənin ya da ki, yarım ilin sonunda şagirdin mənimsədiyi biliklərin ölçülməsidir ki, yəni bu bilikləri şagird il ərzində və yaxud da ay ərzində, bölmə ərzində nə dərəcədə yaxşı yəni mənimsəyibdir. Yəni qarşıya qoyulan təlim məqsədlərinə nə dərəcədə çatılıb belə. Və bununla bağlı bir neçə suallar var. Təbii ki, şagird mövzu hər hansı bir deyil bölmədə əhatə olunan təlim materiallarını mənimsəmişdirmi? Yəni bu o yoxlanılır. Tutalım ki, bir bölmədə siz ismi də yoxlaya bilərsiniz, sifəti də, məsələn, aiddə suallar düşə bilər, feilə, hətta feilin zamanlarına aiddə suallar düşə bilər. Yəni bu baxır KSG-nin düşməyinə də belə deyək. Və bu baxımdan siz eyni zamanda uşaqlara mətn sualı da hazırlaya bilərsiniz. Məsələn, Azərbaycan dili deyək və bu zaman siz uşaqların həm oxuyub anlama bacarığını, həm də dil qaydaları ilə bağlı bacarığını və açıq tipli sual salacaqsınızsa yazı qaydalarına olan bacarıqlarını, yəni məzmun xəttləri üzrə olan yazı qaydalarına bağlı olan bacarıqların nə dərəcədə əhatə olunduğunu və hansı səviyyədə cavablandırıldığını yoxlaya bilərsiniz. Daha sonra öyrənilənləri nə dərəcədə müəllimlər tətbiq eləyir. Məsələn, tutalım ki, siz qrammatika keçmisiniz uşaqlara, isimlə bağlı qaydanı. Görürsünüz ki, sinifin yarıdan çoxusu isimlə bağlı, halları ilə bağlı, mənsubiyyətlə bağlı qaydaları tətbiq etməkdə çətinlik çəkiblər. Və bu zaman summativ qiymətləndirmə biz əvvəllər demək olar ki, pedaqoji prosesin tələbləri mövzusunu keçirdik. Hal-hazırda miqdə çıxılıb, amma təbii ki, o belə qeyd edək ki, sertifikasiyada qalır. Pedaqoji prosesin tələblərindən, yəni ki, bir çoxlarınızla tanışdır, inkişaf yönümlülüyü var idi. Bir fəaliyyətin stimullaşdırılması var idi, bir də inkişaf yönümlülüyü var idi. Fəaliyyətin stimullaşdırılması o demək ki, anında uşağa sən istiqamət verirsən, elə ki, formativ qiymətləndirmə fəaliyyətin stimullaşdırılması idi. İstiqamət verirsən, uşaq stimullaşır və tapşırığı həll edir, nəticə etibarilə sonda yüksək nəticə əldə edə bilir. Amma inkişaf yönümlülüyü isə prosesin sonunda nəticələrə əsasən qərar verməyə şərtləndirir. Məsələn, inkişaf yönümlülüyü nədir? KSG ballarına əsasən müəllim müəyyən edir ki, isimlə bağlı uşaqların biliyi zəifdir və növbəti bölmə ərzində çalışır ki, bəzi sualları, bəzi bölmədə olan mövzuları elə təşkil etsin ki, təbii ki, burada ismə aid olan qaydalar da yer alsın. Və bu baxımdan, yəni inkişaf yönümlülük odur. İnkişaf yönümlülük də yəni summativ qiymətləndirmə bənzəyir ki, yəni prosesin sonunda siz alınan nəticələr əsasında qərar verirsiniz ki, bu mövzunun nə dərəcədə belə deyək ki, belə qeyd edək də, prosesin sonunda anlayırsınız ki, siz bu mövzunu uşaqlara belə deyək də keçməlisinizmi yenidən, yoxsa elə uşaqlar doğrudan da mənimsəyiblərsə artıq yeni bölmənin mövzularına rahatlıqla davam edə bilərsiniz. Müəllimlər, summativ qiymətləndirmə iki şəkildə aparılır. Kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmə şəklində. Kiçik summativ qiymətləndirmədən danışaq. Kiçik summativ qiymətləndirmə 100 ballıq şkala ilə qiymətləndirilir. İndi siz ola bilər burada 14 sualdan təşkil edə bilərsiniz, ola bilər 10 sualdan təşkil edə bilərsiniz, ola bilər 15,
ola bilər 20, ola bilər 16. Amma siz hər suala elə bal verməlisiniz ki, bunlar ümumi hamısı bir yerdə yığışıb 100 balı əhatə etməlidirlər. Məsələn, 15 ballıq bir sual təşkil edirsə, onun ən azı 3-ü 4 ballıq sual olmalıdır. Məsələn, 1, 2, 3-cü sualları tutalım qoya bilərsiniz 4 ballıq. Sonra yerdə qalanlar adətən mən keçirdiklərimi əsasən deyirəm də, hardasa məsələn deyək ki, 14, 15-ci suallar və yaxud da məsələn 16 suallıq qoymuşamsa, 14, 15, 16-cı suallar məsələn tutalım 14 ilə 15-i məsələn qoyuram 9 ballıq, 16-nı qoyuram 10 ballıq. Yerdə qalanlar da 6 ballıq olur və bunlar hər biri birləşərək 100 bal əmələ gətirirlər. Və belə qeyd eləyək ki, müəllimlər, kiçik summativ qiymətləndirmə ballarla qiymətləndirilir. Yəni qeyd etdim ki, hər bir sualın özünün balı var. Məsələn, tutalım ki, sizin uşağınız, şagirdin biri 2 dənə 4 ballıq suala cavab verib, düzgün cavab verib, 5 dənə və səhv düz aparmaq kimi bir anlayış yoxdur. Deməli, məsələn 4 sualı 6 ballıq sualdır, 4 6 24. Məsələn 2 4-ümdə 8, 24 üstəsə 32. Hə bir dənə də deyək ki 9 ballıq suala düzgün cavab verib. Məsələn nə qədər elədi? 41. Yəni ki 3 alır da uşaq belə deyək. Yəni burada artıq deməli siz suallara düzgün cavab verməklə o sualların qarşısında qeyd olunmuş balları toplayırsınız və ümumilikdə summativin balını təyin edirsiniz. Və eyni zamanda müəllimlər, bu eyni zamanda ballarla yanaşı qiymətlərlə də hesablanır. Bu nə səbəbdəndir? Burada deyir ki, formal sənədləşmə təşkil etmək və valideynlərə aydın olmaq üçün müəllimlər cədvəldə uyğun olaraq bax görürsüz burada qiymətlər qeyd olunmuşdur. Burada qiymətlər qeyd olunmuşdur. Baxın gəlin baxaq elə bu cədvələ. Əgər uşaq 0-30 bal aralığında bax görürsüz, bax birində bax məsəl üçün belə deyək də bax bu işarə var. Məsələn, riyaziyyatda məsələn istifadə olunan bu işarə, bu mötərəzə, daxil deməkdir. Bu mötərəzə isə daxil deyil ifadəsini işarə edir də belə deyək. Yəni bu daxildir, bu isə daxil deyil. İndi diqqətli olaq müəllimlər. Deməli 0 və 3 aralığında, 30 da daxil aralığında bal toplayan uşaqlar 2 almış hesab olunurlar. Yəni rəqəmlə ifadə olunduğu 2. Bircə dəqiqə bunu qoşaq. Deməli 2 almış oldular. Deməli, bax görürsüz burada yumru mötərizədir. Görürsüz? Yəni 30 daxil deyil ha. 30-dan başlayaraq bax görürsüz bu daxildir. Mötərizəsi var ha. Yarım dördbucaq şəklində olan. 60 da daxil olmaqla uşaq 3 almış hesab olunur. Yəni 30 daxildirsə, uşaq əgər summativdən 30 bal alıbsa, müəllimlər, gəlin bunu belə yazım. Uşaq əgər deyək ki 30 bal alıbsa, deməli uşaq 2 almış hesab olunur müəllimlər. 2 almış hesab olunur. Sonra baxın görürsüz burada mötərizə yumrudur. Bu o deməkdir ki 32 hesab olunursa, o 32 hesab olunursa, deməli burada yumru mötərizə o deməkdir ki, yəni bu şkalaya, hansı ki bax bu şkalaya, yəni o həmin o 30 daxil deyil. Aha, bu şkalaya 30 daxil deyil müəllimlər. Deməli, baxın görürsüz burada aşağıda 60 daxil deyil, burada 80 daxil deyil. Yəni 80-dən yuxarılar, 60-dan yuxarılar, 30-dan yuxarılar daxil. Amma bu hissədə görürsüz 60 daxildir. Bircə dəqiqə. Bu hissədə görürsüz, yəni 60 daxildir. Burada görürsüz 80 daxildir. Burada da 100 daxildir müəllimlər. Burada da görürsüz ki 100 daxildir. Yəni müəllimlər, deməli 30 toplayan uşaq 2 aldı. Deməli 31 toplayan uşaq, 31 məsələn. Nə yazdı bu belə? 31 toplayan uşaq aldı 3. Müəllimlər, yaxşı 60 toplayan da alır nə? 3. Alır 3. Bax görürsüz 3-ün kafinin işarəsidir. 60 toplayanda 3 aldı. Amma 61 toplayan 4 alır. 61-dən düz 80 də daxil olmaqla müəllimlər 61-dən bax görürsüz 60 daxil deyil burada. Amma burada 80 daxildir. 61-dən 80 də daxil olmaqla qiymət 4-dür. İndi bircə dəqiqə mən bunu belə aydın şəkildə yazım. Deməli, baxın görürsüz burada burada müəllimlər gördünüz, burada deməli 0 və 30 da daxil olmaqla uşaq əgər bal alıbsa bu 2-dir. 30 daxil deyil, 31 və 60 da daxil olmaqla aralıqdadırsa uşaq 3 almış hesab olunur. 60 daxil deyil, amma 61 və 80 də daxil olmaqla uşaq bal toplayırsa bu zaman 4 almış hesab olunur. 80 daxil deyil, 81 və 100 aralığında qiymət almış uşaq 5 alır və onun nəticəsi əla hesab olunur. İndi dəyərli müəllimlər, indi məsələn tutalım ki, elə fənlər var ki, məsələn Azərbaycan dili hər gün keçirilir. 5, 6, 7-ci sinif Azərbaycan dili dərsi hər gün keçir. Amma yuxarılara qalxdıqca Azərbaycan dili dərsinin saatları azalır. İndi müəllimlər,
elə fənlər olur ki, bunlar hər gün keçirildiyinə görə təbiidir ki, yəni bölmələr də çoxdur və summativ qiymətləndirmələrin sayı da çoxala bilər. Və bu zaman tutalım ki, siz bölmə ərzində illik planı siz hazırlayırsınız. Ola bilər ki, 6 dənə summativ düşə bilsin uşağa, amma siz yendirib 3 dənə eləyirsiniz. Məlum məsələdir ki, məsələn nəzərə alaq ki, elə məktəblər var ki, onlarda rəqəmsal otaq az olduğuna görə summativlər rəqəmsal keçirilmir və nəticə etibarında müəllimlər kağızla çap elətdirirlər də. Təbii ki, sinifdə uşaqların sayından asılı olaraq bu müəllimin cibinə də ziyandır. Bax belə deyək ki, kağız çıxartdırırsınız. Təsəvvür edin, il ərzində məsələn sinifdə Bakı məktəbində işləyirsinizsə 45-50-yə yaxın uşaq ola bilər. Nəticə etibarilə siz həmin 50 nəfər uşağa 200-dür, deyək ki, summativ çıxardırsınız. Təbii ki, maddi cəhətdən məlum məsələdir ki, bir dənə sinifiniz yoxdur, bir neçə dənə sinifiniz var və sizin təsəvvür edin ki, yəni aylıq xərcinizin nə qədər hissəsi KSG-lərə gedəcək. Yəni bunu nəzərə almaq lazımdır. Ona görə də illik plan hazırlayanda mütləq şəkildə diqqət etmək lazımdır ki, summativlərin sayına da. Yəni bu sizin maddiyatınıza da uyğun olmalıdır. Yəni bölmələr yox, siz il ərzində minimal olaraq KSG-lərin sayını 3 dəfə, məsələn, yarım il ərzində. Məsələn, birinci yarım il sentyabrdan belə deyək ki, yanvarın 26-sına qədər. Bax, bu il elə oldu. Sentyabrın 15-dən yanvarın 26-sına qədər birinci yarım il hesab olundu və belə qeyd edək ki, müəllimlər, o vaxta qədər demək birinci yarım il ərzində belə qeyd eləyək ki, siz KSG keçiriləcəksinizsə minimal 3 dəfə, maksimal isə 6 dəfə keçirə bilərsiniz. Belə qeyd eləyək ki, məsələn, indi onların qiyməti necə hesablanır? Təbii ki, hər birimiz ali təhsilli müəllimlərik. Məsələn, ali təhsil aldığımız dövrdə təbii ki, kollegiumlardan keçmişik. Kollegiumların da sayı 3 dəfə olurdu da, belə deyək, 3 dəfə olurdu və onlarda toplanırdı, sayına toplanırdı. Onların 3-ü toplanırdı deyək, sayına bölünürdü. Və bu baxımdan KSG-lərin hesablanması da, yəni bu istiqamətdə aparılır. Məsələn, siz əgər il ərzində uşağa deyək ki, deməli belə qeyd edək, 3 dəfə uşaqlara summativ keçirmisinizsə, deyək ki, birindən uşaq alıb, məsələn, tutalım 35, birindən alıb 55, artıra gedək də, birindən də alıb 65. Bunların 3-ü toplanacaq, bölünəcək 3-ə, yəni sayına. Bölünəcək 3-ə müəllimlər. Bölünəcək 3-ə və bərabərdir bunların sayı, bunların cavabı alınacaq. Yəni bunların 3-ündən toplanan qiymət alınır ki, nə qədərdir? Sonra müəllimlər, deməli, qeyd elədik ki, bax, bura qədər hər halda aydın oldu. Yəni bu cədvəldə aydın oldu ki, yəni artıq belə qeyd edək ki, summativ qiymətləndirmə və eyni zamanda müəllimlər, bəzən bir çox müəllimlər deyirlər ki, mən hətta yəni illərlə işləyən bir müəllimdən eşitmişəm, deyir ki, mən hətta bilmirdim ki, summativ qiymətləndirmə nəticələri gündəliyə yazılır. Gündəliyə yazılır müəllimlər. Deməli, gündəliyin hissəsi var orada, qiymət yazma və bal yazma hissəsi. Bunlar summativ üçün nəzərdə tutulub, formativ üçün yox. Formativi siz cümlə ilə yazırsınız. Amma bal və sizdən belə deyək ki, rəqəmlə qiymət tələb edirsə, bilin ki, onları summativdən ötürü təşkil ediblər. İndi övladlarınız varsa, onların gündəlikləri varsa, açıb baxa bilərsiniz. Yəni orada bal və qiymətlə yazılan rəqəmlər summativ üçün nəzərdə tutulur. Ola bilər ki, hər hansı bir tarixdə deyək ki, siz aprel ayının 28-də Azərbaycan dilindən uşaqlara kiçik summativ qiymətləndirmə təşkil elədiniz. Kiçik summativ qiymətləndirmə növbəti dərsə qədər yoxlayırsınız, əgər kağızla aparmısınızsa və nəticə etibarilə həm onun nəticəsini jurnala qeyd edirsiniz. Jurnalın arxasında qiymətlər bölməsi var. Orada qeyd edirsiniz, həm də ki, müəllimlər gündəliyə mütləq şəkildə həm balı, həm də qiyməti qeyd etmək lazımdır. Belə müəllimlər, deməli burada indi bəs müəllimlər, indi 30-dan yuxarı necə qiymətlənir? İndi biz dedik ki, əgər tam-tamına uşağın qiyməti əgər tam-tamına deyək ki, 30-dur müəllimlər. 30-dursa, biz onda uşağa 2 veririk. 2 alır. Yəni biz vermirik, uşaq özü alır 2-ni. Amma tutalım ki, əsas keçidlər bilirsiniz nədir? 30-dur, 60-dır, 80 üzərində qeyd olunur da. Əgər uşaq 30 alıbsa, biz onu nə qiymətləndirək? 2 alır. 60-dırsa 3 alır, 80-dirsə 4 alır müəllimlər. Yaxşı, bəs biz bunu tutalım ki, məsələn uşaq alır 30 tam 0 tam 30 tam yüzdə məsələn 1. Əgər vergüldən sonra, lap 10 dənə 0-dan sonra bir dənə biri gəlirsə, deməli burada 0-dan sonra, məsələn vergüldən sonra real bir rəqəm varsa, deməli o halda uşağın qiyməti 3 olacaq. Amma tam-tamına siz bütün balları hesablayıb, məsələn 5 dənə 6 suala düz cavab veribsinizsə, uşaq 5 6 30 eləyir də. Burada nə var ki? 30-dursa bu 2 belə deyək ki, 2 almış hesab olunacaq. Yox, əgər siz məsələn tutalım ki, bir dənə sualı 7,5 bal eləmisiniz də, belə deyək. Və orada uşağın balları toplananda ola bilər ki, 30,5 alınsın cavab. 30,5 alınanda
təbii olaraq bu artıq 31 bala doğru getdiyinə görə artıq orada uşaq 3 almış hesab olunacaq. 60-da da elədir. 60 tam %1 olsun. Bax məsələn bax burada qeyd edib də müəllimlər. Bax bu hissəyə diqqət eləyin. 30,1-dirsə, bu artıq 3 hesab olunacaq. 30 tam görün neçədən sıfırdan sonra 2 gəlir. Bax görürsüz o 3 hesab olunacaq. 60 tam %1-dir. Baxın, buna diqqət eləyin. 60 tam %1-dir. Deməli burada artıq 4 hesab olunacaq. Yəni vergülsüz əgər uşaq 30, 60, 80 bal alıbsa, təbii ki, təyin olunduğu qiymətlər üzrə uşağın qiyməti təyin olunacaq. Müəllimlər dedik ki, KSG-lər də ədədi ortası hesablanmaqla təyin olunmuş olur. Bundan başqa müəllimlər deməli, həm dedik ki, KSG-ləri, həm də BSG-lərin nəticəsi sinif jurnalında mütləq şəkildə yazılmalıdır. Niyə görə? Çünki müəllimlər, bunlar rəsmi qiymətləndirmədir. Həm KSG, həm də BSG. Düzdür, məktəb daxili qiymətləndirmə 3 növ var: diaqnostik, formativ və summativ. Summativ qiymətləndirmə uşaqların müəyyən bir bölmədə və müəyyən bir yarım ildən sonra qazandıqları biliklərin ölçülməsidir, yekun qiymətləndirilməsidir. Ona görə də təbii ki, qiymətləndirmə də demək olar ki, şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir. Yəni şagirdlərin qiymətləndirmədə alınan nəticələr dövlətin nəzarətində olan bir şeydir və bu da demək jurnala yazılırsa, bu avtomatik olaraq Təhsil Nazirliyi bunu nəzarətdə saxlayır. Ona görə də diqqətdə saxlamaq lazımdır bu məsələni ki, həm KSG, həm BSG rəsmi qiymətləndirmədir. Və burada qeyd olunur ki, demək müəllimlər, həm burada həm KSG-ləri, həm də BSG-lərin toplanması yarımillik və illik ballarının çıxarılmasında böyük köməyi vardır. Belə ki, məsələn, siz il ərzində 3 dənə KSG keçirmisinizsə, onu toplayırsınız, ədədi ortasını tapırsınız. Aldığınız nəticəni BSG ilə toplayırsınız. BSG ilə toplayırsınız və yenə də onun da öz proqramı var. Hal-hazırda illik və yarımillik ballarının hesablanması üçün bir belə qeyd edək də proqram var. O proqramla artıq müəllimlər hesablayırlar. Yəni mən özüm də istifadə eləmişəm. Yəni çox rahatdır belə qeyd edirik. Oturub özün hesablayınca, yəni o proqram özü sənin üçün hesablayır və avtomatik qiymətləri çıxardıb yazırsan. Yəni deyək ki, belə qeyd edək də məsələn, yəni siz özünüz ayrıca onu məsələn hesablayanda vaxt apardığı halda proqramla hesablamaq daha rahat gəlir. Deməli, indi müəllimlər, gələk kiçik summativ qiymətləndirmədə şagirdlərin iştirak etməməsinə. Əgər kiçik summativ qiymətləndirmədə müəllimlər, ola bilər ki, şagirdlər üzürlü səbəbdən iştirak etməsin. Şagird üzürlü səbəbdən iştirak etmirsə, müəllimlər, indi bax mən sizə bir şey göstərim. Bax burada məsələn tutalım, deyək ki, bax belə bir xanadır da, deyək. Xanadır. 2 dənə yan-yana bir xanadır. Deməli, jurnalda jurnalın arxasında qiymətləndirmələr bölməsi var. Orada ancaq KSG-lər, BSG-lər, nəticələri, illik və yarım illik balları hamısı orada yazılır. Deməli, əgər uşaq üzürlü səbəbdən iştirak eləməyibsə KSG-də, o zaman müəllimlər, o zaman bu diaqonalla 2 hissəyə ayrılır. Bax, bura qayıb yazılır. Surətə qayıb yazılır. Bax, bu da diaqonalla həmin 2 xanalar, həm qiymət yazılan, həm də bal yazılan xanalar. Demək, belə qeyd eləyək ki, diaqonalla 2 hissəyə ayrılır, surətdə qayıb yazılır və uşaq növbəti gün qoyulmayıb ki, neçə gündən sonra uşaq gəlib iştirak eləməlidir. Və növbəti summativ qiymətləndirməyə qədər uşaq gəlib burada iştirak eləməlidir. İştirak elədisə, baldırsa, bax bu xanada məxrəcdə bal yazılır, qiymətdirsə, yəni qiyməti bala da müvafiq qiymətlə burada yazılır. Əgər müəllimlər, növbəti summativə qədər üzürlü səbəbdə uşaq gəlib, ola bilər ayağı sınıb gələ bilməyib də, məsələn deyək. Gələ bilməyibsə, müəllimlər, bunun da məxrəcinə yenə də qayıb yazılır. Və bunun da hər ikisinin məxrəcinə qayıb yazılır. Və qayıb yazıldığına görə yarımillik ballarının hesablanmasına nəzərə alınmır. Yarım il balları hesablanacaq, onda nəzərə alınmır. Çünki biz birinci yarım il balını hesablayırıq. Yarım ili hesablayandan sonra ən sonda illik bal hesablanır da, belə deyək. O da yekun, məsələn, uşaqlar sinifi başa vuranda olur. Amma biz hər yarım ildə təbii ki, yarım il ballarını hesablayırıq. KSG, BSG nəticələrindən sonra. İndi müəllimlər, həm məsələn dedik ki, hər 2 xana həm bal yazılan, həm də belə deyək ki, qiymət yazılan xana diaqonalla 2 hissəyə ayrıldı. Surətdə qayıb yazıldı, məxrəcdə də. Yəni əgər uşaq, məsələn, tutalım ki, siz qoymusunuz martın, belə qeyd eləyək də, martın tutalım ki, 8-ci sinifə mənim dərsim var idi həmin vaxtı. 28-də uşaqlara kiçik summativ qiymətləndirmə eləmisiniz və kiçik summativ qiymətləndirmə edən zaman uşağın biri üzürlü səbəbdən gələ bilməyib də, belə deyək. Surətdə qayıb yazmısınız hər ikisində. Amma növbəti summativ qiymətləndirməyə qədər uşaq gəlib iştirak eləyirsə, bal olan hissədə məxrəcində balı yazırsınız və bu biri tərəfində də bala uyğun olaraq qiymət yazırsınız. Əgər elə ola bilər ki, müəllimlər,
Növbəti summativ qiymətləndirməyə qədər ola bilər elə bir hadisə üz verib ki, uşaq gəlib iştirak eləyə bilməsin. Məsələn, növbəti summativ qiymətləndirmədə sizdə düşür, məsələn, tutalım ki, aprelin 30-una və uşaq gəlib iştirak eləyə bilmirsə, deməli bir KSG-də iştirak etmir və bu zaman məxrəcədə qayıb yazılır və yarımillik ballarının hesablanmasına nəzərə alınmır. İndi müəllimlər deyə bilərsiniz ki, kiçik summativ qiymətləndirmə müəllim axı ədədi orta tapılmalıdır. Məsələn, tutalım ki, o biri uşaqlar, tutalım yarım il ərzində 3 dənə kiçik summativ qiymətləndirmə aparmısınızsa, üçün toplayıb sayına bölürsünüz də, belə deyək, cavabı alırsınız. Amma siz bu uşaqda deyək ki, ikisinin balını toplayıb ikisinin ədədi ortasını tapacaqsınız. Yəni böləcəksiniz 2-yə, ikisinin ədədi ortasını tapacaqsınız və bu şəkildə hesablanacaq dəyərli müəllimlər. Əgər ola bilər ki, uşaq kiçik summativ qiymətləndirmədə müəllimlər olar ki, özü uşaq kiçik summativ qiymətləndirmədə olar ki, üzürsüz səbəbdən iştirak etməzsə və bu zaman nə olacaq? Bu zaman müəllimlər avtomatik olaraq uşağa siz qiymət yazacaqsınız. Yenə də qeyd eləyək, baxın. 2 dənə xana qeyd eləyək. 2 dənə xana qeyd eləyək və burada qeyd eləyək ki, sinif jurnalı indi uşağın adıdır da bu. Adın qarşısında 2 dənə xana var. Birinci bal xanasıdır, ikinci də müəllimlər qiymət xanasıdır. Və bu zaman nə olacaq? Sinif jurnalında bu zaman adının qarşısında 0 bal yazacaqsınız bura. Bura 0 bal yazacaqsınız. Qiymət olan hissəyə də qayıb yazacaqsınız. Aydın oldu bu şəkildə. Və eyni zamanda yarım illik ballarının hesablanması nəzərə alınacaq. Necə nəzərə alınacaq müəllimlər? İndi onun müvafiq qaydası var. Əslində belə olmalıdır. Məsələn, tutalım ki, siz belə eləyəcəksiniz. Bu 2 dənəni toplayacaqsınız. Məsələn, belə qeyd eləyək ki, təxmini olaraq 3-ə böləcəksiniz. 3-ə böləcəksiniz. 3-ə böləndə təbii ki, qiymət daha az çıxır da, belə deyək. Yəni yarım illik balların hesablanmasında nəzərə alınacaqdır. İndi müəllimlər, gəlin baxaq böyük summativ qiymətləndirməyə. Deməli müəllimlər, davam eləyirik böyük summativ qiymətləndirmə ilə. İndi böyük summativ qiymətləndirmə necə keçirilir? Diqqətli olaq. Böyük summativ qiymətləndirmənin keçirildiyi gün, əgər uşaq üzürsüz səbəbdən KSG-də iştirak eləməyibsə, o zaman müəllimlər necə olacaq? O zaman yenə də bax, kiçikdə necə idisə, baxın, kiçikdə necə idisə, deməli, böyükdə də elə olacaq. Əgər uşaq üzürsüz səbəbdən iştirak eləməyibsə, bal olan yerdə 0 yazılacaq, deməli, qiymət olan yerdə də sadəcə qayıb yazılacaq. BSG-də də həmçinin elədir. Yəni, belə qeyd eləyək ki, gəlməyibsə uşaq, üzürsüz səbəbdən, öz kefindən gəlməyibdən, yuxudan gec durub gəlib vaxtında iştirak eləməyib, o zaman bal hissəsinə 0, deməli, belə qeyd eləyək ki, qiymət hissəsinə qayıb yazılır və yarımillik ballarının hesablanmasına nəzərə alınır. Əgər uşaq üzürsüz səbəbdən qiymətləndirmədə iştirak eləməyibsə, hər bir halda onun nəticəsi yarımillik ballarının hesablanmasına nəzərə alınacaq və bu uşaq üçün minusdur deyək. Uşaq üçün mənfi bir şeydir. Əgər müəllimlər, məsələn deyək ki, birinci, ikinci yarımildə böyük summativ qiymətləndirmədə ola bilər ki, uşaq hər ikisində üzürlü səbəbdən iştirak eləməyib. Yəni, müxtəlif səbəblər ola bilər uşağın. İştirak eləməyibsə, o zaman uşağa vaxt verilir. Məsələn, KSG-də nə idi? Bir KSG ilə növbəti surətdə qayıb yazılırdı. Bir KSG ilə növbəti KSG arasına qədər uşaq mütləq gəlib iştirak eləməlidir ki, orada müvafiq bal və qiymət yazılsın da. Əgər ikisində də yenə də üzürlü səbəbdən yenə də iştirak eləməyibsə, ikinci dəfədə, o zaman yəni hər ikisinə də qayıb yazılırdı. Yarımil ballarının hesablanmasına nəzərə alınmırdı. Əgər indi necədir? Bax, bunu göstərim. Bu necədir? BSG-də dedi ki, üzürsüz səbəbdən uşaq iştirak eləməyibsə, bal olan hissəyə 0, qiymət olan hissəyə qayıb yazılır. Amma üzürlü səbəbdən iştirak eləməyibsə, hər hansı bir səbəbdən, deyək ki, sinif jurnalında adının qarşısında xanalar, hər ikisinin surətində yenə də, bax, qeyd eləyək, bax, belə hər birində qoy qeyd eləyim mən. Yenə də BSG-nin də, yəni orada yerlər var da, indi mən çalışıb sabahları şəklini çəkib göndərəcəm, siz də baxarsınız ki, necədir jurnalın arxası. Deməli, belədir ki, yenə də bax, diaqonalla 2 hissəyə ayrılacaq və hər ikisinin surətində qayıb yazılacaq, hər ikisinin surətində və məxrəci isə boş saxlanılacaq. Və nə qədər boş saxlanılacaq? 2 həftə. Növbəti 2 həftə ərzində uşaq gəlib BSG-də iştirak etməlidir. İştirak etmirsə, səbəb nə olursa olsun, müəllimlər, bu zaman, deməli, bal olan hissəyə 0 yazılacaq, müəllimlər, qiymət olan hissəyə də demək olar ki, yazılacaq, demək, qayıb. Qiymət olan hissəyə də qayıb yazılacaq. Yəni, burada göstərildiyi kimi, böyük summativ qiymətləndirmə üzrə ümumi balı 0 qəbul olunacaq. Sinif jurnalında adının qarşısına saxlanılan boş 2 xananın məxrəcində burada 0 bal, qiymət olan hissəyə də qayıb yazılacaq. Və müəllimlər, bax, burada da qayıb yazılacaq.
Aydın oldu. Deməli qaybda qayıb, burada 0 var da. İndi diqqətli olmaq lazımdır və yarımil ballarının hesablanmasında nəzərə alınacaq. Bax, biz dedik ki, üzürlü səbəbdən əgər uşaq KSG-də iştirak eləməyibsə, onun nəticəsi qaybda qayıb hesab olunacaq və nəticə etibarilə o yarımil balların hesablanmasına nəzərə alınmır. Amma BSG yarımil üzrə uşağın qiymətləndirilməsi və bu zaman uşağa 2 həftə vaxt verilir və o uşaq 2 həftə ərzində gəlib iştirak etməlidir və mütləq o uşağın haqqıdır, 2 həftə gözlənilməlidir. 2 həftə ərzində o uşaq gəlib yazmalıdır. Yazmırsa, hər kim olursa olsun, hər səbəb nə olursa olsun, mütləq şəkildə qiymət bu şəkildə qeyd olunur. Müəllimlər. Daha sonra müəllimlər, bəzən ola bilər ki, qiymətləndirmələr uşaqlarda müəyyən belə deyək ki, yaş xüsusiyyətlərinə uyğun ola bilməz. Onların psixoloji durumuna mənfi təsir göstərə bilər və bu zaman müəllimlər qiymətləndirmələrin və belə qeyd edək ki, BSG-lərin sayında kəskin azalma müşahidə olunur. Belə ki, baxın izaha diqqət eləyək. Belə ki, 1-ci sinifdə, baxın cədvəl üzrə diqqət eləyək. 1-ci sinifdə nə kiçik summativ qiymətləndirmə, nə də böyük summativ qiymətləndirmə aparılmır. Lap bu təmayül sinifi olsun, lap bu təmayül məktəb olsun, lap lisey olsun, lap gimnaziya olsun. Uşaqların məktəbi ilk addımıdır. İndi bilirsiniz ki, məktəbə hazırlıqda uşaqlar yəni sadə bacarıqlar bilməlidir. Hətta məktəbə hazırlıqda bilmək lazımdır ki, uşaqlara yazı öyrədilmir. Yazını müəllimlər öz işləri asan olsun deyə 1-ci sinifdə ona görə öyrədirlər. Əslində uşaqlar sadə şəkildə hərfləri tanımalıdırlar, rəqəmləri tanımalıdırlar. Müəyyən deyək ki, psixomotor bacarıqlarını inkişaf elətdirməkdən ötəri, hərəkət bacarıqlarını inkişaf elətdirməkdən ötəri müəyyən fiqurlar hazırlaya bilərlər, hər nələrsə kağızdan işləyə bilərlər. Belə deyək. Yəni, belə qeyd eləyək ki, məktəbə hazırlıqda uşaqlar hələ yazı yazmağı əslində öyrədilmir. Bəzi müəllimlər öyrədirlər, amma yoxlama gələndə mütləq şəkildə onu gizlədirlər ki, əslində yəni uşağa öyrətmək olmaz. Amma bir tərəfdən məsələn elə uşaqlar var ki, daha sürətli, daha çevikdirlər və onlar hər şeyi daha tez öyrənirlər və elə uşaqlar var ki, daha ləngdirlər. Ona görə də yazı yazmaq mütləq yəni təhsil hamını nəzərə almalıdır və hər kəs üçün bərabər imkan yaratmalıdır. Və ona görə də 1-ci sinifdə uşaqlar hələ yazı yazmağı da öyrənməli olduqları üçün ona görə də onlara demək olar ki, işi hələ də ağırdır onların. Ona görə də qiymətləndirmə kimi məsələlərlə uşaqlar yüklənmir. Ona görə də hər iki KSG və BSG keçirilmir. Amma 2-ci, 3-cü sinifdə isə yalnız KSG keçirilir, BSG keçirilmir. Müəllimlər, indi gələk biz deməli 4-cü sinif 9-cu sinif və bir də 11-ci sinifə diqqət eləyək. Niyə görə? Çünki baxın, bu siniflər bir təhsil səviyyəsinə digərinə keçiddir. Yəni 4-cü sinifi bitirən uşaq ibtidai təhsil səviyyəsini tamamlayır, ümumi orta təhsil səviyyəsinə keçir. Ümumi orta 9-cu sinifi qutaran uşaq ümumi orta təhsil səviyyəsini bitirir, keçir nəyə? Tam orta təhsil səviyyəsinə. 11-ci sinifi də qutaran tam orta təhsil səviyyəsini bitirmiş hesab olunur. Yəni indi müəllimlər, indi bunlarda qiymətləndirmə necə keçiriləcək? Deməli, müəllimlər, əgər 4-cü sinifdirsə, bütün fənlər üzrə KSG keçirilir. O başqa məsələ, keçiriləcək. Amma bunlarda artıq bir təhsil səviyyəsini bitirib digərinə keçdiyinə görə, bu zaman bu 4-cü sinifə bütün fənlər üzrə BSG keçiriləcək. Böyük summativ qiymətləndirmə keçiriləcək. İndi gəldik 5 və 9-cu sinifdə 8-ci sinifdə daha doğrusu daxil olmaqla, 5 və 8-də daxil olmaqla necə keçiriləcək? Deməli, müəllimlər, əgər məktəb ümumi məktəbdirsə, məsələn, ümumi təhsil məktəbdirsə, təmayül deyil, liseydir, gimnaziya deyilsə, adi məktəbdirsə, o zaman belə deyək ki, kiçik summativ qiymətləndirmə o heç bütün fənlər üzrə keçirilir. Amma gəlin baxaq böyük summativ qiymətləndirmə bütün fənlər üzrə keçirilmir. İndi diqqət eləyək buna. Nəyə? Əgər ümumi sadə məktəbdirsə, bu zaman ancaq buraxılış fənləri üzrə uşaqlara BSG keçirilir. Azərbaycan dili, riyaziyyat və xarici dil, əsas xarici dil nədirsə o üzrə keçirilir. Hansı ki, ona buraxılış imtahanı verəcək. Və əgər həmin məktəb lisey, gimnaziyadırsa və bundan əlavə müəllimlər, təmayülləşmə siniflər adətən 10-cu sinifdə olur. Yəni biz buna təmayülləşmə deyə bilmərik. Lisey və gimnaziyadırsa, biz bilirik ki, müəllimlər, hər bir məktəbin daxilində pedaqoji şura var. Və pedaqoji şura yığışır. Pedaqoji şura heyəti kimlərdir? Direktordur, direktor müavinləridir, müəllimlərdir və eyni zamanda digər yəni texniki işçilərdən də toplanıb ümumilikdə bir pedaqoji şura iclası yaradılır. Pedaqoji şuranın iclasında əlavə 3 fəndə təyin olunur. Məsələn, 5-ci sinifdə əlavə başqa əsas ola biləcək fənlər hansıdır? Məsələn, tarix ola bilər, tutalım ki, ədəbiyyatdan təşkil oluna bilər. Məsələn, başqa indi pedaqoji şura nəyi qərar verirsə, əlavədə 3 fəndən keçirilə bilər. Məsələn, adi ümumi orta məktəbdə oxuyan uşaq, ümumi orta təhsil səviyyəsində oxuyan uşaq 3 fəndən BSG verirsə, bu 6 fəndən BSG verəcək. Çünki lisey və gimnaziyadır. Yəni buradakı tədris, yəni buradakından fərqlənir. Yenə də müəllimlər, bax bütün fənlərdən keçirilir. KSG-lər bütün deyək ki, 2-ci sinifdə
sinifdən düz 11-ci sinifə qədər bütün fənlər üzrə keçirilir. Amma BSG biraz problemlidir. Gəlin buna diqqət eləyək. Deməli, baxın, düz bax 5-də də, 6-da da, 7-də də, 8-də də dediyim vəziyyət eynidir. Yəni 3 BSG fənni təyin olunur. Lisey, gimnaziyadsa əlavə ümumilikdə, yəni uşaqlar 6 dənə fəndən BSG-dən keçmiş olurlar. İndi gəlin 9-cu sinifdə necədir vəziyyət? Yenə də bütün fənlər üzrə KSG-də iştirak edir uşaqlar. Bütün fənlər üzrə keçirilir. Niyə? Çünki uşaq var ki, attestat alınırdı, uşaqlara attestat verilir. Attestat veriləndə təbii ki, bütün fənlər üzrə orada qiymətlər qeyd olunur. Məsələn, uşaq ola bilər ki, bu attestatı götürsün, peşə məktəbinə getsin, kollecə getsin. Ona görə də bu formal dövlət sənədi olduğuna görə uşaq üçün bütün fənlər üzrə BSG keçirilir. BSG keçirilir və nəticə etibarı ilə bütün fənlərdən BSG keçirilmiş olur. İndi müəllimlər 10-cu sinifə gələk. 10-cu sinifdə məsələn mənim oxuduğum məsələn kənd məktəbində o vaxtı eyni zamanda hal-hazırda işlədiyim məktəbdə adi ümumi təhsil məktəbidir. Amma müəllimlər deməli, burada artıq 10-cu sinifdən etibarən artıq 10-cu siniflər təmayülləşmiş siniflər olurlar. Məsələn, 2 paralel 10-cu sinif varsa, biri təmayül sinif olur, digəri isə təmayül olmur. İndi təmayül də bilirsiniz ki, texniki, humanitar və təbiət təmayülü olur da, 3 dənə təmayül sinif olur. Məsələn, hansı üzrə təmayüldürsə, o fənlərə daha çox önəm verilir. Məsələn, humanitar təmayüldürsə, məsələn, tutalım Azərbaycan dili, tarix, ədəbiyyat fənləri daha üstünlük təmin edə bilər. Texniki təmayüldürsə, kimya, riyaziyyat, fizika daha üstünlük təşkil edir. Məsələn, mənim işlədiyim məktəbdə də texniki təmayül olduğuna görə 10-cu siniflər Azərbaycan dilinin yeri azdır. Ümumiyyətcə ədəbiyyat orada tədris olunmur. Tədris olunmur ədəbiyyat. Yeri əsas verilib texniki fənlərə. Yəni texniki fən müəllimləri daha çox dərs keçirirlər həmin sinifə. İndi bunlarda müəllimlər, gəlin diqqət eləyək. Bunlarda bəs necə keçiriləcək BSG? Bax burada qeyd edir ki, tam orta təhsil səviyyəsində, amma digər 10-cu sinif onlar kimi deyil ha. Digər 10-cu sinif sadə qaydada ancaq buraxılış fənləri üzrə keçə bilər. Ancaq buraxılış fənləri üzrə BSG-də iştirak edirlər. Məsələn, deyirəm ki, mən dərs keçdiyim məktəbdə 2 10-cu sinif var. Biri təmayülləşmişdi, digərində təmayül deyil. Təmayül olmadığına görə müəllimlər tam orta təhsil ancaq buraxılış fənlərində nəzərdə tutulan fənlər, hansı ki 3 dənə fənn üzrə onlar BSG-də iştirak edirlər, amma digəri isə ümumi təhsil məktəblərinin demək təmayül tətbiq edilən siniflərdə əlavə olaraq müəssisənin pedaqoji şurana, məsələn tutalım ki, məktəb nə olsun ki, adi ümumi təhsil məktəbi olmasına baxmayaraq, məktəbdə 10-cu sinif təmayül sinif olduğuna görə pedaqoji şura yığışır. Əlavə yenə də 3 fəndən də belə deyək ki, buraxılışdan da əlavə 3 fəndən də deməli BSG fənləri müəyyən eləyirlər. Onlar özləri müəyyən eləyirlər. Lisey, gimnaziyada da yenə yuxarıda qeyd olunduğu kimi, yəni həm təmayülləşmə, həm lisey, gimnaziyada oxuyanlar adi ümumi təhsil, ümumi təhsil məktəblərindən fərqli olaraq 6 fəndən demək KSG-də iştirak etmiş olurlar. Yenə də 11-ci sinifdə də uşaqlar bütün fənlər üzrə BSG-də iştirak etmiş olurlar. İndi müəllimlər, qeyd kimi onda qeyd eləyək ki, ümumi təhsil məktəbi əgər 5-8-ci siniflərdə tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan eyni zamanda 10-cu sinif varsa, bax məsələn, təmayülləşmə tətbiq olunmayan 10-cu sinif varsa, ola bilər ki, pedaqoji şura yığırsın, bunlar üçün də eləsinlər, əlavə 3 fənn müəyyən eləsinlər. Yəni əlavə 3 fənni müəyyən etmiş olsunlar. Məsələn, tutalım ki, bunlar texniki təmayüldür, bunlar ədəbiyyat filan keçmirlər. Ola bilər ki, həmin məktəbin pedaqoji şurası yığışsın desin ki, yox, biz digər 10-cu sinifimizdə də keçirdək də, gəlin. Məsələn, ədəbiyyatdan keçirdək, əlavə olaraq, nə bilim, tarixdən keçirdək, başqa humanitar fənlər var, nə var, yəni onlardan keçirdək. Əlavədə üçün müəyyən oluna bilər. Yəni bu qayda deyil ki, yəni bu fənlərə, yəni çox hallarda keçirilmir. Təbii ki, hər şey pedaqoji şuranın qərarından da asılı ola bilər. Pedaqoji şuranın qərarı rəsmidir, bunu deyək. Yəni qərar qəbul olunursa, mütləq şəkildə həyata keçirilməlidir. Müəllimlər, deyildiyi kimi yenə də həm 5 ümumi təhsil məktəblərinin 5-8-ci siniflərində və tam orta təhsil səviyyəsində təmayülləşmə görürsüz, tətbiq olunmayan 10-cu siniflərdən uyğun təhsil səviyyəsinə uyğun nəzərdə tutulmuş buraxılış fənlərlə yanaşı 3 əlavə fəndən də BSG-dən keçə bilərlər. Müəllimlər, qeyd etmək lazımdır ki, KSG-ni məsələn, bunda əlavə yenə də təkrarən qeyd etmək istəyirəm ki, KSG yarım il ərzində, il ərzində yox ha, yarım il ərzində minimum 3 dəfə, maksimumsa 6 dəfə keçirilə bilər. İndi yarım il bizdə ikinci yarım ilinə vaxtama fevralın 1-dən başlayıb düz iyun ayının 13-14-nə qədər davam edir. Yəni bu yarım il üzrə mən minimum 3 dənə, maksimum 6 dənə keçirə bilərəm. Ola bilər ki, müəllim var ki, 6 dənə keçirir hər yarım ildə, ümumi il ərzində 12 dənəsini keçirdir. Ola bilər müəllim var ki, 5 dəfə keçirdir hərəsində. Ola bilər ki, 3 dəfə, amma minimal olaraq 3 dəfə keçməlidir. 3 dəfə ümumi il ərzində 6 dəfə. Yəni heç kəs müəllimə deyə bilməz ki, sən səhv addım atdın. Çünki müəllim planlaşdırmanı özü hazırlayır. Necə istəsə özü keçə bilər, özü hazırlaya bilər.
Müəllimlər, belə qeyd eləyək ki, kiçik summativ qiymətləndirmədə materialın hazırlanmasıdır. Baxın, indi bax diqqət olun. Materialın hazırlanmasıdır, qiymətləndirmənin keçirilməsi, yoxlanması, materialın saxlanması, qiymətləndirmə nəticəsini yarımillik və illik nəticələrini vaxtında sinif jurnalına və eyni zamanda şagirdin məktəbli kitabçasına yazılması fənn müəllimi tərəfindən həyata keçirilir. Məsələn, tutalım, hansı tarixdə KSG keçirmisinizsə, onun nəticəsini mütləq şəkildə gündəliyə yazmalısınız və eyni zamanda jurnala yazmalısınız. Görün müəllimin nə qədər işi var. Bax, bunları qeyd olunmalıdır. Sonra şagirdin yaş xüsusiyyətlərinə uyğun olaraq hər fənn üzrə BSG ibtidai təhsil səviyyəsi üzrə müəllimlər. Bax, ibtidai təhsil səviyyəsində ancaq 4-cü sinifdə uşaqlar BSG-də iştirak edirlər və müddəti 45 dəqiqə olmalıdır. 45 dəqiqə. Amma böyük siniflərdə müəllimlər, böyük siniflərdə isə, yuxarı siniflərdə isə 45 və 90 dəqiqə əhatə eləyə bilər. Yəni siz qiymətləndirməyi elə qoya bilərsiniz ki, 45 və 90 dəqiqəni əhatə eləyə bilsin. Deməli, müəllimlər, summativ qiymətləndirmə dedik ki, həm kağız formasında keçirilə bilər, həm də elektron formada keçirilə bilər. Kağız formasında təbii ki, siz gedirsiniz, yəni PDF-dən çap elətdirirsiniz və o qaydada gətirib uşaqlara KSG-ləri işlədirsiniz. Əgər məsələn ola bilər ki, məktəbdə rəqəmsal otaqlar var, kompüterlərin sayı kifayət qədərdir və siz həmin məktəbdə, məsələn, tutalım, indi məktəblərdə informatika dərsi ilə yanaşı məktəblərdə rəqəmsal dərslər də keçirilir. Ola bilər ki, məsələn, tutalım ki, bir dənə sinif artıq qalır da, rəqəmsal dərslər keçən vaxtda maneçilik yaranmadan, məsələn, bir otağın kompüterləri boş qalırsa, siz həmin tarixdə, müəyyən tarixdə elə edə bilərsiniz ki, məsələn, həmin otaqda deyək ki, öz dərs saatınızda deyək ki, summativ qiymətləndirməni elektron formada təşkil edə bilərsiniz. Müəllimlər. Deməli, burada elektron formada etməkdən ötəri, kompüterdə etməkdən ötəri müəllimlər nəzərə alınmalı əsas şərtlərdən biri təbii ki, lazımi qaydada kompüter avadanlıqlarının olması və eyni zamanda internetə çıxışın olmasıdır. Bundan əlavə proqram olmalıdır. Mikroskop Teams proqramı olmalıdır ki, bunun üzərində müəllim materialı yerləşdirə bilər, hər bir suala bal təyin eləyə bilər, variantda da eləyə bilər, açıq tipli də suallar eləyə bilərsiniz və s. Yəni, bu artıq baxır müəllimin öz, belə deyək ki, istəyinə. İndi müəllimlər, rəqəmsal summativ qiymətləndirmə, baxın, diqqətli olaq. Rəqəmsal summativ qiymətləndirmə, deməli, qeyd etdiyimiz kimi rəqəmsal summativ qiymətləndirmə tədris ili üzrə dövlət ümumi təhsil məktəblərində texniki təminat və burada qeyd olunduğu kimi müəllimlər, bircə dəqiqə, ekranı düzəldim. Burada qeyd olunduğu kimi ümumi təhsil və texniki təminat, yəni kompüter avadanlıqlarının olması, internet şəbəkəsinin olması 4 və 11-ci siniflərdə bütün fənlər üzrə müəllimlər rəqəmsal summativ qiymətləndirmə aparıla bilər. İndi müəllimlər diqqət eləyək, amma hər fən rəqəmsal şəkildə aparılmaya bilər. Bunlar hansılardır? Fiziki tərbiyə, təsviri incəsənət, musiqi, çağırışa qədərki hazırlıq, texnologiya istisna olmaqla. İndi niyə görə bunlar rəqəmsal formada aparılmır? Müəllimlər, ümumiyyətlə bu 5 fən kompüterdə aparılmır. Yəni, bunların BSG-si, ümumiyyətlə summativ qiymətləndirilməsi kompüterdə aparılmır. Niyə görə? Çünki bu fənlərin ümumilikdə xüsusiyyətləri nəzərə alınır. Bu fənlərin xüsusiyyətləri adətən tətbiqi olduğuna görə, praktik olduğuna görə müəllimlər. Bunlar üçün, demək, summativ qiymətləndirmə rəqəmsal formada təşkil olunmur. Məsələn, tutalım, bax, deyək ki, təsviri incəsənət müəllimi uşağa tapşıra bilər. Uşaq, məsələn, öz summativini eskiz formasında verə bilər. Uşaq öz summativ hər hansı bir çertiyoj formasında çəkib verə bilər. Axı, bunu kompüterdə necə edə bilər axı? Yəni, bu fənlər nəzəriyyədən çox tətbiqə yönəldiyinə görə və bu fənlərin xüsusiyyəti nəzərə alındığına görə kağızla təşkil olunanda bunlar kağızla verə bilər. Amma rəqəmsalda bunlar rəqəmsal demək, summativ qiymətləndirmə keçirilmir. Çağırışa qədərki hazırlıq təbii ki, müəyyən şeylər öyrədilir. Hətta bəzi məktəblər var ki, uşaqları silah söküb yığmağı belə öyrədir. Yəni, o kimi şeylərdə, məsələn, uşaqlara summativ qiymətləndirmə təşkil oluna bilər. Bundan əlavə, müəllimlər, tutalım, musiqi də hər hansı bir musiqi alətində çalmaqdır, oxumaqdır. Baxır da indi müəllimin keçdiyi bölməyə uyğun. Sonra fiziki tərbiyədir, qaçmaqdır, tullanmaqdır, məsələn, oyunlarda müvafiq hərəkətlərdir, onu tam yerinə yetirdimi, nə dərəcədə yerinə yetirdi, ona əsasən müəllimin qiymətləndirilməsi demək olur. Sonra müəllimlər, indi diqqət eləmək lazımdır nəyə? Rəqəmsal summativ qiymətləndirməyə hazırlıq məqsədilə təbii ki, məktəb direktoru hansı addımlar atmalıdır, nə etməlidir? Birinci olaraq müəllimlər nə etməlidir? Qiymətləndirmədən əvvəl bütün kompüterlər işlək vəziyyətdə olmalıdır, internetə çıxışı olmalıdır, Mikroskop Teams proqramı kompüterlərə yükləməli və hazır vəziyyətə gətirilməlidir. Bu imtahanı ən azından BSG-dən bir ay əvvəl mütləq şəkildə direktor öz işini belə deyək, etibarlı tutmalıdır. Daha sonra müəllimlər,
Burada təhsil alanların istifadəçi adı, şifrəsi, UTIS kodu, demək işləkliyinin yoxlanılması. Məsələn, uşaqların hər birinin kodu nəzərdən keçirilməlidir ki, görən onların kodları hamısı işlək səviyyədədirmi, yoxsa yox? Və Microsoft Teams proqramının təminatına istifadə etməyə yararlıdırmı? Və yaxud da ola bilər ki, elə uşaqlar var ki, onlar valideynləri simadan keçməlidirlər və simadan keçərək də müəllimlər onların məsələn tutalım ki, bax mən 1-ci yarım ildə 5-ci siniflərə məsələn mən BSG-ni rəqəmsal keçirə bilmədim. Səbəb o idi ki, onlar simadan, qeydiyyatdan keçməmişdilər valideynləri. Ona görə də onların kodları yox idi. Kod tələb eləyir axı Teams-ə girməyə. Uşaqlar öz kodlarını yığırlar və daxil olurlar və nəticə etibarilə başlayırlar qiymətləndirmə onlar üçün açılır və onlar öz tapşırıqlarını işləyirlər. Qiymətləndirmədən əvvəl təbii ki, virtual deyək ki, sinif komandaları bütün təhsil alanların qoşulduğu və komanda elanlarını gördüklərinin yoxlanılması. İndi bunlar hamısı direktor nöqtəsindədir ha, bu sayılanlar. Deməli, virtual sinif komandaları yaradılır və bunlara diqqət olunmalıdır ki, virtual sinif komandaları hansı səviyyədədir və bütün təhsil alanlar bura qoşulmalıdır və baxmalıdırlar ki, siyahı üzrə bir sinifdə 25 uşaq varsa, 25-nin adı burada varmı? Və eyni zamanda verilən elanları onlar hər biri görürlərmi? Sonra növbəti sinifin prosesə rahat davam edə bilməsi üçün artıq burada deyir ki, cari qiymətləndirmə nə deməkdir? Mən indi məsələn BSG keçirəcəm də yarım ilin sonunda. O artıq cari qiymətləndirmə olur. Amma mən keçən deməli BSG-yim. Artıq cari qiymətləndirmə keçən BSG adlanır da. Yəni o artıq cari deyil. Yeni keçirəcəyim cari adlanır. Deməli deyir ki, artıq deyir burada cari qiymətləndirmə deyir ki, bitdikdən sonra demək sonra deyir ki, hər deyir bir tədris deyir planının öz deyir virtual məktəb hesabından çıxışına diqqət etmək lazımdır ki, yəni onlar öz virtual məktəb hesablarından çıxıblarmı yoxsa yox? Yəni bunlara diqqət etmək lazımdır. Çünki növbəti siniflər, məsələn bir dənə komanda yaradılır. Məsələn 10A. Bu il uşaq 10A sinifində iştirak eləyibsə, gələn il 10A olmayacaq ki, 11A olacaq. Yəni uşaq qiymətləndirmədə iştirak elədisə BSG-də, artıq o sinifdən çıxmalıdır ki, növbəti 11-ci sinifə daxil ola bilsin. Yəni 11A olanda 11A-ya daxil ola bilsin. Yəni buna diqqət etmək lazımdır. Direktorun diqqətində olmalıdır yenə də. Qiymətləndirmə prosesinin texniki dəstək göstərə biləcək şəxslərin müəyyənləşdirilməsi. Tutalım ki, məsələn, tutalım qiymətləndirmə zamanı ola bilər hər hansı bir texniki nasaslıq ola bilər, hər hansı bir ola bilər uşaqlar nəyisə başa düşməyə bilər və o zaman kimsə yaxınlaşıb həmin uşağa kömək etməlidir və o müəyyənləşdirilməlidir. Və yaxud da ki, yəni kompüterlərin hazırlanması, işlək vəziyyətə gətirilməsi üçün şəxslərin müəyyən edilməsidir. Sonra deyir ki, Azərbaycan Respublikasında təhsil alan deyir, xarici ölkə vətəndaşlarının deyir, Microsoft Teams proqramının hesablarını, işləkliyini yoxlaması. Ola bilər ki, Azərbaycanda məsələn Türkiyə vətəndaşı oxuyur, uşaq, şagird Türkiyə vətəndaşıdır. Onun belə Microsoft Teams proqramı işlək vəziyyətə gətirilməlidir və belə deyək ki, işləkliyi təmin olunmalıdır. Kompüterdən istifadə bacarığı aşağı olan müəllimlər və yaxud da şagirdlər ola bilər ki, onlar əvvəlcədən müəyyənləşdirilməlidir və onlar müvafiq təlimlər keçirilməlidir ki, həmin anda kompüterdən istifadə eləsinlər. Məsələn, düz variant yerinə səhvi seçməsin və s. belə. Rəqəmsal summativ qiymətləndirmənin keçiriləcəyi fənlər üzrə test banklarının hazırlanması, müəllimlər, demək test banklarının hazırlanması, yəni qiymətləndirmələrin, demək testləri hamısının direktorun nəzarətində olmalı. Direktor onları nəzərdən keçirməlidir. Təsdiq eləməlidir ki, bu suallar artıq BSG-yə gedəcək. Demək, BSG-lərdə ümumi təhsil müəssisələrinin fəaliyyətinin təhlilində. İndi BSG-lərin nəticələri müəllimlər nə zaman indi nəzərə alınır? Ümumi təhsil müəssisələrinin fəaliyyətinin təhlilində strategiyaların müəyyənləşdirilməsində mühüm rol oynayır. Müəllimlər, strategiya nə deməkdir? Müəllim ola bilər ki, uşağa növbəti yarım ildə necə yanaşacağını, artıq onların nələri necə tədris edəcəyini müəllim özü müəyyənləşdirmiş olur. İndi müəllimlər, aşağıdakılar deyir, həyata keçirilməsi deyir, məqsədə müvafiq nə etmək lazımdır? Ümumi təhsil müəssisəsinin metodiki şurasının alt bölmələri tərəfindən qiymətləndirmə vasitələrinin kollegial formasında hazırlanması. Yəni, Azərbaycan dili fən müəllimləri yığışırlar, ümumi bir test bank hazırlayırlar, test bank hazırlayırlar və bu test bankın suallarından istifadə edirlər onlar. Yəni, onlar BSG sualları kimi istifadə edirlər. Əgər lazım gələrsə, növbəti illərdə ona dəyişiklik edə bilərlər. İkinci isə nədir? Ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yarım illərin əvvəlində BSG-lərin keçirilməsi üçün İşçi cədvəli, ya bax görürsünüz, ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən cədvəlinin hazırlanması. Baxın, deməli,
BSG-lərin deyək ki, rəhbərliyi tərəfindən yarım ilin əvvəlində, məsələn sentyabrda, tutalım sentyabrda deyək, sentyabrda və bu ildə fevral ayında deyək ki, cədvəl hazırlanmalıdır ki, BSG-lər nə zaman keçiriləcək və BSG-lər keçirilməsi ərəfəsində ola bilər ki, bax məsəl üçün mən müəyyən elədiyim tarixdə BSG keçirilmədi. Ümumi onların özlərinin müəyyən elədikləri tarixdə mən fənlərimdə keçdiyim bəzi mövzuları sıxlaşdırdım. Sıxlaşdırma nəticəsində də müəllimlər deməli BSG-min tarixini onların dediyi tarixə saldım. Yəni bu nə deməkdir? Ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yarım ilin əvvəlində müəllimlər deməli cədvəl hazırlanmalıdır. Rəhbərlik tərəfindən cədvəl hazırlanmalı və BSG-lərin keçirilmə tarixi orada qeyd olunmalıdır. Lazım gələrsə dəyişiklik oluna bilər. Cədvəllər hazırlanarkən mövcud reallıqlar nədir? Deməli burada siniflərin hansı siniflərdə keçiriləcək? Məktəbdə hansı siniflərdə keçiriləcək? Fən müəllimləri kimlərdir? Onlar müəyyən olmalıdır. Nəzarətçilər kimlərdir? BSG-lər üçün nəzərdə tutulmuş günlərin sayının və eyni zamanda ümumi təhsil müəssisəsinin maddi-texniki bazasının imkanlarının nəzərə alınması lazımdır. Bax, bunlara diqqət edilməlidir. BSG-lərin təşkili ilə bağlı qəbul edilmiş qərarlar mövcud qaydalara zidd olmaması. Baxın, nəyə zidd olmaması? Şagird sağlamlığı və təhlükəsizliyi, qiymətləndirmə prosesinin obyektivliyi və şəffaflığı. Yəni, heç bir müəllim qərəzsizlik nümayiş elətdirməməlidir. Siz BSG sualların belə qərəzsiz şəkildə hazırlanmalısınız. Yəni, qərəzli nümayiş olunmamalıdır. Bunun üçün də qiymətlərdə obyektivlik, şəffaflıq və eyni zamanda şagirdin sağlamlıq imkanları da mütləq şəkildə nəzərdə saxlamalıdır. Və BSG-lərdə istifadə olunmuş test tapşırıqlarının təhlili, yararsız və səmərəsiz test tapşırıqlarının təkmilləşdirilməsi və bunlara diqqət olunmalıdır. İstifadə olunan test tapşırıqlarının təhlil olunmalıdır ki, görəsən bu sinifin səviyyəsinə uyğundurmu? Ola bilər ki, sizin verdiyiniz test sizin sinifinizin səviyyəsinə uyğun olması. Ola bilər ki, uşaqlar çox zəifdirlər, bu suala cavab verə bilməyəcəklər. Ola bilər ki, uşaqlar deməli çox belə deyək ki, güclüdürlər, bu onlar üçün asandır. Yəni hər bir halda differensiallığı qorumaq lazımdır və səmərəsiz test və tapşırıqların təkmilləşdirilməsi. Ola bilər ki, hər hansı bir sualların üzərində ümumi hansı müəllimlərlə yığışıb hazırlamışdınızsa testlər, e-test bankda. Orada müəyyən suallara düzəliş eləyib və yenidən testləri hazırlaya bilərsiniz. Müəllimlər, BSG-lərin keçirilməsi prosesində nəzarətçi kimi ümumi təhsil müəssisələrində ola bilər ki, tələbələr, pedaqoji işçilər, texniki işçilər, məsələn, digər şəxslər də proses zamanı iştirak edə bilərlər. Yəni, könüllü şəkildə, könüllü surətdə iştirak edə bilərlər. Amma burada nə olmalıdır? Qiymətləndirmənin obyektivliyinin təmin olunması və şəffaflıq. Bax, BSG-də şəffaflıq, hansı ki, o dedi ya, hansı prinsip var qiymətləndirmədə? 4 dənə prinsip var idi. Burada şəffaflıq və obyektivlik qiymətləndirilirdi. Digər ikisi nə idi? Uyğunluq idi, bir də etibarlı. Amma bu BSG-də şəffaflıq və obyektivliyin təmin olunması məqsədi ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən deməli yazı işləri şifrələnərək yoxlanılır. Məsələn, universitetdə necə idi? Məsələn, bizim yazılı imtahan verəndən sonra bizim yazılarımız şifrələnirdi. Ondan sonra onlar yoxlayırdılar. Yəni müəllim bilmirdi ki, kimin yazısını yoxlayır. Yəni bu da qərəzsizliyin təmin olunmasından ötəridir müəllimlər. Belə qeyd eləyək ki, BSG ballarının dedik ki, sinif jurnalına köçürülməsi və yarım il, eyni zamanda illik qiymətləndirmənin hesablaması, vaxtında sinif jurnalına yazılması kim tərəfindən? Fən müəllimi tərəfindən həyata keçirilir. BSG-lər də gündəliyə yazılması fən müəllimi tərəfindən həyata keçirilir. Sinif rəhbəri etmir bunu. Eyni zamanda KSG-lərin də qiyməti gündəliyə yazılmasını fən müəllimi təmin edir. Bir də müəllimlər protokollar var. Mən yazmışam bu illəri. Protokol nədir? Protokolda orada ballar və qiymətləndirmələr var. Protokolda nə göstərilir? Ola bilər ki, bir yarım ilin sonunda deməli, bir sinifdə neçə faizi 3 alıb, neçə faizi 5 alıb, neçə faizi 4 alıb, protokolda orada öz əksini tapır. Və o protokolla təbii ki, ümumi təhsil müəssisəsinin rəhbərliyi qovluq hazırlayır və hər bir sinifin sayına qovluqlar da, yəni deyək ki, siniflərin sayına uyğun olur və hər faylın üzərində də sinifin nömrəsi yazılması məqsədə uyğundur. Və bundan əlavə ümumi təhsil müəssisəsinin rəhbərliyi isə xüsusi demək müəssisəsinin rəhbərləri və direktor müavinləri BSG-lərin jurnala köçürülməsinə nəzarət eləməlidir. Ola bilər ki, bəzi müəllimlər çox məsuliyyətsizdirlər və onlara dəfələrlə deməlisən də bir şey. Bəzən elə hallar olur ki, doğrudan da ali təhsilli müəllimlər özləri belə çox böyük məsuliyyətsizliklər eləyə bilər və ola bilər müəyyən məsələn nəyisə müəllimin işi çıxır, müəyyən üzürlü hallar ola bilər, amma hər bir halda bu dövlət sənədidir və dövlət sənədinə də qiymətləndirmələr vaxtında qeyd olunmalıdır, yazılmalıdır. Belə dəyərli müəllimlər, izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videonu bəyənməyi unutmayın, şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın.